Sədə bəy, bu son zamanlar İrandakı vəziyyət həddən artıq, yəni etirazçıların sürəkli şəkildə artmasına səbəbdir. İndiki molla rejiminə qarşı, yəni Ayətullah Xameneinin, ümumiyyətlə İranda da bu günləri belə deyək, artıq iqtisadiyyatın çökmə mərhələsindədir. Əlavə artırmalar yoxdur, dövlət büdcəsi tümənlə idarə olunur. O tüməndə gün ərzində bəlkə də bir 5%, 3% ən azı ölə bilir. Yəni bu bir 20% elə olur ki, bir gün ərzində 20% ölmə ehtimalı da var. Yəni bu etirazçıların bu günləri, bəzən etirazçılar deyirlər ki, bu məscidləri yandırdılar, bunlar xaricdən daxilə necə deyərlər, yer edilmiş bir qüvvət ola bilər. Amma bəzi ekspertlər deyir ki, bunu rejim özü qəsdən edir. Çünki burada qəsd nədir? Rejimin tərkibində, yəni rejimə qulluq xidmət edən bir neçə proksi qüvvələr var. Həşr Şabilərdir, Fatmi Yundur, Hüseyin Yundur. Bu kimi qüvvələrdən rejim istifadə edir, məscidləri yandırır, həqiqətən dünyaya göstərmək istəyir ki, bunlar etirazçı deyil, bunlar xaricdən İranın daxilindən yer edilmiş qüvvələrdir. Bu xarici kəşfiyyata işləyir, xaricdən idarə olunurlar. Sizcə bu mümkündürmü? Siz hansı bütün dünyada üsyan inqilabları həmişə hakimiyyət bu cürə dəyərləndirir. Çalışır ki, günahı özündə axtarmasın. Baş verən hadisələrin səbəbini kənarda axtarır. Bu təbiidir. Oktyabr inqilabında deyirlər ki, Almanlar pul verdi, Çar Rusiyasına qarşı inqilab elədi. Və yaxud da başqa gənc türklər hərəkatda deyil, Avropalılar pul verdi, sultana qarşı bu hadisəni elədi. Yəni bu normal bir şeydir. Hər bir hakimiyyət özünü müdafiə eləməlidir. Amma başqa bir əsas məsələ budur. İranda yaranmış vəziyyətin səbəbi nədir? Bir, 1979-cu ildə yaranan rejim hansı ideyaları, prinsipləri müdafiə edirdisə, 50 il keçməsinə baxmayaraq eyni prinsip və ideyaları müdafiə edir. Cəmiyyət dəyişirib, nəsil dəyişirib, dünya dəyişirib, o dəyişirib, bu dəyişirib. Elə bunlar, axı o inqilabı eləyən adamların 1-2% bugün sağda dünyada. Yeni nəsil o inqilabda iştirak edən, o inqilabda da maraqlı deyirlər. Bunların yeni nəsli yeni bir inqilabı dəyişirmə tələb olunur. Bunu İran verə bilmir. Yəni o rejimlər ki, bizdə də Azərbaycanda da vəziyyət belədir. Konservativdir, inkişafa meyilli deyil, açıq deyil, dəyişilməyə tolerant yanaşmır. O rejimlərin ümumiyyətlə hakimiyyətdə qalması mümkün deyil. Elmicə də sübut olunmuş ki, belə rejimlər maksimum 50 ilə qədər qala bilərlər. Sovet hökumətdə bilirsiniz də 70-ci illərdə sübuta uğruyurdu, amma bir çox addımlar atdılar, çalışdılar ki, nə bilim, islahatlar adını nəsə rejim, amma yenə də alınmadı, Sovet hökuməti dağıldı. Yəni, bütün rejimlərin dağılmasının əsas səbəbi həmin rejimlərin konservatizmidir. Çünki niyə? Canlılıq harda var, canlılıq inkişafda var, dəyişilmədə var. Bu birinci səbəb budur. İkincisi, İran iqtisadiyyatının bu vəziyyətə düşmənin çoxlu səbəblər var. Onun birincisi təbii ki, korrupsiyadır. Məsələn, İran prezidenti dedi ki, neftdən gələn gəlirlərin 10% bizə versələr, biz bu problemləri müəyyən qədər həll edirik. Bu deməkdir ki, İranda neftdən gələn gəlirlərin 10% də xalqa çatmır. İran da dünyanın ən böyük neft ölkələrindən biridir. İkincisi, İran öz gücünə uyğun olmayaraq dünyada bir geopolitik siyasət aparır. Yəni özündən uzaq ərazilərdə də siyasət aparır. O proç qüvvələr deyirsən, Livanda, Yəməndə, Səudi Ərəbistanda, Misirdə, digər sünni ölkələrində orada bir şiə hərəkatı yaradı. O ölkələrə qarşı da əməlli başlı silahlı qüvvələri Hizbullahdır, nə bilim, o Fələstinlə silahlıdır, fərqi yoxdur. Buna çox pul xərcləyir. Üçüncüsü, sanksiyalara məruz qalıb, demək ki, ölkəni İranda deməli ki, son 30 ildə hava qüvvədə heç bir dəyişiklik olmuyor nəqliyyat vasitələrində. Yəni, təyyarələrin hamısı köhnədir. Hətta onlara belə hissələrin belə verilməsinə imkan vermirlər. Yəni, belə bir vəziyyət, ona görə də mütəmadi olaraq qiymətlər qalıb baxın. Dördüncü, hakimiyyətin özündə bir dəyişilmə yoxdur. Eyni qüvvələr neçə illərdə hakimiyyətdə qalıb, hamısı yaşlı adamlar, əsalətli adamlar, gənclər hakimiyyətə buraxılmır, köhnə, hamının yeganə deməli ideolojiya istiqamətə görə İmam Zaman gələcək və hamı İmam Zaman gəlməyinə hazırlaşır. O Mövlud Süleymanın bir yer hekayəsi var, həmin hekayədə deyilən kimi. Ona görə də
Adamlar hamısı düşünəcək, bizdən dansı görək İmam Zaman nə vaxt gələcək, dünya sonu. Yəni İranda belə bir qəribə bir vəziyyət yaranıb və İranın özü həddən artıq ciddi totalitar bir cəmiyyətdir. Orada adamların da total belə nəzarət var. Konstitusiya işləmir, qanun işləmir. Bir şey ki 30 dəfə seçdiyi bir adam bütün xalqı seçdiyi adamdan daha böyük hüquqlara malikdir. Bu da orada həm də idarə etmənin böhranını yaradır. Yəni İrandakı yaranmış vəziyyətin həddən artıq çoxlu səbəbləri var. Və bir şey bilməliyəm, bu dəfəki hərəkət ola bilsin sözsün, hökumət qırıcı, məsələn 500 nəfər öldürüblər, ola bilsin əlavə 1000 nəfər öldürdülər, 2-3 min nəfər tutdular. Amma İran bu rejimi bu şəkildə saxlaya bilməyəcək. Ən azı 6 aydan sonra bundan daha böyük və daha təhlükəli bir hadisə olacaq. İndi Amerika bu işə müdaxilə eləməzdir, istəyir ki, daha çox az qan tökülmədən bu İrandakı məsələlər nəzərə alınsın. Əgər elə ediləcəksə, tamam normal bir vəziyyət yaranacaq. Eləməyəcəksə, İranda mütəmadi olaraq qanlı hadisələrin müşahidə olunan bu cür xalq ayaqlanmaları olacaq. Baxın, son bir neçə ildə İranda deməli, Bəlucistanda belə bir hadisə oldu, Luistan'da belə hadisə oldu, Xozistan'da belə hadisə oldu. İndi də bütün İran'a əhd edən bir hadisə var. Bundan qabaq o adidə bir hicab məsələsi ilə İran az qalırdı dağılsın. Yəni İranda həm sosial iqtisadi səbəblər var, insanlar çoxsa, həm də insanları əsarət altına, ideoloji təzyiq altına alan bir sistem var. Baxın, baxmayaraq ki, İslamda məcburiyyət qadağandır, dinimizdə məcburiyyətin qadağandır. İranda İslam məcbur etmə istiqamı. Yaxşı, tutaq ki, bu mitingçilər çıxırlar küçəyə, 35 məscid yazır. Bir dənə Quran, bir dənə məscid Avropada yandırılanda bütün İslam dünyası, sən necə İslam Respublikası, sən də 35 dənə məscid yandırıblar. Deməli, sənin əhalinin 90% dinsizdir də. Necə ola bilər məscidi yandırmaq nə deməkdir? Quranı yandırmaq nə? Gör İranda nə qədər insanları dinə nifrət yaradıb ki, bu məmurların fəaliyyəti hesabına. İnsanlar öz dinindən belə imtina edib Allahın evlərini ordururlar. Bu da İranda o dini ideologiya ilə idarə etmənin iflasa uğramasının göstəricisidir. Bir İslam Respublikası, hansı ki bütün gücünü qoyubdur o İslami dəyərləri görə müdafiə eləməyə, 35 dənə məscid yandırırlar. Birazdan orduq buranları da başlayacaq yandırmağa. Yandırdı, bir dəfə yandırdı. Bu nə deməkdir? Bu deməkdir ki, Avropa ölkələri İslama münasibətdə İrandan daha düzgün siyasətə baxır. Adamlar məscidə azad gedirlər, kim istəyir hicabda olur, kim istəyir hicabda olur və s. Quranın dediyi kimi. Amma İranda Quranın şərtlərindən kənara çıxdıqlarına görə, Quranın əmrlərini icra etmədiyinə görə insanlar bu İslama qarşı çıxış edirlər. O məscidlər yandırılacaq məscidlər ideoloji təbliğat vaxtı özü dünyavi maraqları müdafiə, korrupsiyaları müdafiə eləmək üçün, insan hüquqlarını pozmaq üçün, başqa xalqların dilinə, mədəniyyətini sıxışdıranların fəaliyyət yerləridir. O Allahın evi deyil ki. İran məscidlərində ancaq İran dövlətinin rəsmi daxili və xarici sifətən o amili vardır. Bilirsiniz, Ərdəbilin ayətullahı dəqiqədə bir Azərbaycana qarşı hətərəm-hətərəm, onun vəzifəsi deyil ki, belə şeylər danışır. Din başqa, siyasət başqa, amma İran məscidləri siyasi obyektlərə çevrilib. Orada həm xalqı istismar edən qüvvələr öz maraqlarını, ona görə də adamların məscidə rejimə nifrəti, o məmurların özbaşına nifrəti məscidə nifrətə çevrilir. Bununla bağlıdır. Təbii ki, belə hərəkatlarda hakimiyyət özü təxribatlar törədib, hadisələri öz bildiyi kimi istiqamətləndirmək istəyəcəkdir. Amma indiki vəziyyət, bugünə qədər İranda baş verən vəziyyətlərdən nə fərqlənir? Söhbət o, hətta Şahın dövründəki vəziyyətdir. Şahın dövründə baxmayacaq, Şah Amerikanın bu bölgədə ən yaxın tərəfdaşı idi. Hətta Şah yıxılmamışdı, Nixon gəlmişdi İrana, böyük bir mesaj vermişlər ki, Şahı Amerika müdafiə edir. Amma xalq qalxdı, o Şah rejimini yıxdı. İndiki halda Amerika açıq şəkildə dəstək verir. Silahlı müdaxilə eləmir. Bu artıq yeni bir vəziyyətdir. Və açıq deyim ki, mən Venezuela hadisəsindən sonra belə başa düşdüm ki, Amerika o cəmiyyətdəki öz rejimlərini dəyişdirmək gücündə deyirlər. Xaricdən müdaxilə ilə həmin rejimlərin dəyişdirməsi siyasətin həyata keçirilir. Bunu da mən təqdir edirəm, alqışlayıram.